Salam qızlar, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Xoş gördük. Bu günləri Sədərəyə getmişdim. Qonşum xalça alacaqdı. Mən də biraz xırda para alış-verişim var idi. Dedim elə getmişkən, düzdür, hamısını çəkə bilmədim. Bir xalça dükanını çəkdim. Həmişə aldığımız dükandır. Özüm də mən oradan da götürmüşdüm. Mən kaldorum üçün daruşka götürmüşdüm yayda. İndi qonşum zalı üçün xalça götürməyə getmişdi. Burada qəşəng xalçalar olduğu üçün hər zaman da elə bura gedirik. Yəni münasib qiymətə olduğu üçün, yəni həmişə də buradan alırıq. Gördüyünüz kimi hər qiymətə, hər ölçüdə xalçalar var. Yəni münasib qiymətdədir. Kimin büdcəsinə nə uyğundursa da o qiymətə də xalçalar yəni var idi. Çox gözəl də xalçalar idi. Yəni bunlar 5-in 3-ə də var idi, 6-nın 5-ə də var idi. Yəni hər qiymətə dediyim kimi xalçalar var idi. Yəni kimə nə uyğundur? Mən əslində bu aval xalçaları çox sevirəm. İnşallah mən də zalım üçün alsam, bu aval xalçadan alacağım. İndi hal-hazırda saldığım xalça 4 künc xalçadır. Özümün cehiz xalçamdır. Amma indi təzə xalçalar çıxıb deyən o qədər də öz xalçam xoşuma gəlmir. Ona görə də inşallah Allah qismət etsə mən də aval xalçalardan birini də mən götürəcəm. Yəni buranın kartını da götürmüşəm. Münasib qiymətə də yəni xalçalardılar. Dediyim kimi qızlar, yəni hər cürə, hər çeşiddə xalçaları var. Kimin hansı zövqünə uyğundur, o qiyməti münasibdir, o qiymətə də xalçalarını ala bilər. Qonşum da can sağlığından işləsin, xoş günlərdə işləsin inşallah. Gördüyünüz kimi Göyçə xalça, topdan satış mağazası. Çöldən də çəkmişəm ki, yəni sıra 3 mağaza da çəkmişəm ki, görəsiz, yəni getmək istəsəniz, yəni reklam etmirəm, sadəcə prosto dedim bir çəkiliş edim, yəni bir vlog olaraq bir çəkiliş etdim. Gəldik, düzdür, orada çox şey çəkmədim. Demək olar heç nə çəkmədim, amma evdə dedim çəkiliş edim. Qızlar, öz evimizə divan üstü aldım. Yəni divan üstüm yox idi. Yəni bunlar da ölçü ilədir. Ona görə mən öz divanımın üstündə ölçümdə almışdım. Yəni 35 manat almışam. Yəni münasib idi qiyməti. Bir də bu qavs şulkası özümünkü kalçukuydu. Elə bir çartlamışdı. Dedim elə getmişkən birini götürüm. Bir də uşaqlara paltar alasıydım. Yaz paltarları yox idi. Ona görə dedim gedim alım. Ayağım geçmişkən bir dəfəlik getdik aldıq. Bu isə parçadır. Uşaqların kravatının biri koja olduğu üçün onu biri parçadır, biri kojadır. Onu dəyişəcək yoldaşım. Dedim parça alım evdə hazır olursun. Yoldaşım dəyişər. Onu oğlum üçün almışdım. Böyük oğlum. Yəni balacaya da aldım, böyüyə də aldım. Prosto biri belə seçdi, biri elə. Bunu balaca üçün aldım. Ayağı rezinkalı. Bu elə sevirdi. O birisi də sadə model. Evdə giyinmək üçün özümə bir dənə belə bir şalvar aldım. Dedim uşaqların qabağına gedəndə, məktəbə yola salanda, yəni gündəliyə giyinməyə, bir evdə giyinmək üçün bir şalvar götürdüm. Qızlar, belə münasib idi. Deyim ki, yəni bahalıq idi. Yox. Bu da bir balaca baş şalıdır. Pay götürmüşdüm.
Dedim sizlərə də çəkim göstərdim. Bu isə sportivnidir. Billur sportivlərdən. Yəni bunların materialı çox xoşuma gəlir. Yuyulduqca da qəşəng, yəni girmir, rəngi ölmür, solmur, daha da açılır. Ona görə bir dəstə dedim ki, belə bir sportivni götürüm ev üçün. Yəni münasib qiymət idi. Ona görə də 12 manat idi deyəsən. Ona görə də dedim götürüm. Bu isə ev üçün çəkərək aldım. Ev deyəndə yəni həyət baca üçün. Dedim yəni getmişkən, ayağım getmişkən alım. Bunu isə özümə götürdüm qızlar. Jiletkaydı, balonka, jiletka. Əvvəl özümün uzunu var idi. Onu sevmədim. İndi bunu aldım. O nəsə xoşuma gəlmədi. O da qara rəng idi. Dedim bir də fərqli olsun. Bu da xırda para. Uşaqlara corab, özümə corab. Xırda para yəni bazarlıqlarım var idi. Dedim elə bir dəfəlik. Tətildir. Hər dəfə evdən çıxa bilmirəm, alım. Bunu da balaca oğlum üçün almışam. Yəni balonka indi sezonudur geyinmək üçün. Kurtkadan çıxandan sonra yəni dedim belə jiletka alım. Bunu isə böyük oğlum üçün almışam. İstədim ikisini də dəst alam. Prosto böyük oğlumun razmerində o balonkalardan olmadığı üçün belə jiletka götürdüm. Bu isə kətan köynəkdir qızlar. Sadə bir köynəkdir. Xoşuma gəldi. Yəni heç nəsiz sadə bir köynək olduğu üçün götürdüm. Bu isə trapez şalvar. Dedim uşaqların şənliyi olur, nə bilim belə. Yəni bir yana çıxanda geyinməyə. Bunu isə qızlar, bu lüstür isə qaynım bayramda almışdı. Payı çox olsun, qazancı artıq olsun. Evimizə gələndə, qonaq gələndə, yəni Novruz hədiyyəsi almışdı. Qazancı artıq olsun, ruzisi bol olsun inşallah. Biz də inşallah o evinə köçəndə biz də onun payını alarıq inşallah. Qızlar divanın üzünü də saldım. Çox qəşəng də oldu. Gördüyünüz kimi eninə boluna, polunu yəni oldu. Yəni elə neçə vaxt idi deyirdim ki, bugün gedərəm, səhər gedərəm. Elə getmişkən ayağım getmişkən aldım. Sağ olun qızlar, Allah amanında qalın. Kanalıma abunə olmağı, like etməyi unutmayın. Bəyəndinizsə də like edərsiniz, əziz izləyicilərim. Sağ olun bir daha gələn görüşlərdə. Allah amanında qalın. Allah hamınızın ruzusunu, bərəkətini bol etsin ki, nə istəsəniz evinizə, özünüzə alasınız. Xoş günlərdə işlədərsiniz. Hər biriniz içində də mən olmaqla. Sağ olun, Allah amanında qalın.